Salam əzməklə dostlar və məni izləyən valideynlər. Bugün Zambaq nəşriyyatına 3-cü monitorinq izah edəcəm. 21-ci suala baxırıq. Sadə ədədlərin neçə böləni var? Sadə ədəd hansılar? Necə olur? Yalnız özünə və birə bölünən ədədlər, sadə ədədlər adlanır. Yalnız birə və özünə bölünür sadə ədədlər. Məsəl üçün, 13 sadə ədəddir. Nə üçün? Ancaq özünə və birə bölünür. Ona görə də deyirik ki, sadə ədədlərin 2 böləni olur. Qisməti tapın. Gəlin baxaq, 21-in 2-nin içində 5 yoxdur. 21-in içində 5, 4 dənədir. Yəni, elə bir əldə vurmalıyıq ki, 5-i 21-dən böyük olmasın, amma 21-ə yaxın olsun. 4-ü 5-ə vuranda eləyir 20, 21-dən çıxırıq 20-ni, qalır 1, 1-in içində 5 yoxdur, buradakı 5 gəlir, bura olur 15, 15-in içində 5, 3 dənədir, 3 səfə 5, 15 gəlirik, 15-dən çıxırıq 15-i. Burada olur 0, 0-ı yazmıram artıq, burada 0 var, 0 gəlir burada qismətə, 5-i gətirirəm aşağıya, yəni 15-dən 15 çıxında 0 qalır, bunu yazdım artıq. 5 gəlir bura, 5-in içində 5, 1 dənədir. 1 dəfə 5, 5, 5-dən də 5-i çıxırıq, qalır 0. Deməli, 21.505-i 5-ə böləndə eləyir 4301. Hansı hasil 5 rəqəmlidir? Deməli, bu da maraqlıdır. Yəni, hesablamadan da bunu demək olar ki, qismən tapmaq olar. Baxın, 486-nı 2-yə vuranda rəqəmli, yəni ən uzağı 3 rəqəmli olar. Üzr 2 rəqəmli nə idi? 3 rəqəmli, ən uzağı da 4 rəqəmli olar. Məsələn, 6 dəfə 6-nı 2-yə vururam, 12, 2 yazırıq, 1 yadda. 8-i 2-yə vururam, 16, 1 də əlavə edirəm, 17. 2-ni də 4-ə vururam, edir 8, 872. Deməli, 3 rəqəmli oldu. Burada, elə bir ki, uşaqlar, 2-ni 9-a vuraq da, məsəl üçün. 2-ni 9-a vuranda 18 eləyir. Bu, misal qoy olsun 1800 neçə, amma 1800 neçə olmayacaq da əlbəttə ki. Yəni 3 rəqəmli yox bu, 4 rəqəmli olacaq. Niyə? Baxın, 9-9-a vuranda eləyir 81. 1 yazırıq, 8-i yadda saxlayırıq. 8-i 9-a vuranda eləyir 72. 72-nin də üzərinə 8 gəlirik, eləyir 80. 0 yazırıq, 8-i saxlayırıq yadda. 2 dəfə 8-in eləyir 9, 9-un da üstünə 8, 17 elədi. 9 dəfə 2-in 18, aha çaşdım. 2 dəfə 9, 18, 18-in də üstünə 7 gəldi, eləyir 25. Mülərim düz hesabladı. 2501, 4 rəqəmli oldu. Bu da 4 rəqəmli olacaq, amma C variantında isə 5 rəqəmli olacaq. Gəlin, bax, 2-ni 4-ə vururuq, 8. 3-ü 2-yə vururam, 12. 2 yazıram, 1-i yadda saxlayıram. 6 dəfə 4, 24. 1 də yadda, 25. 5 yazırıq, 1-i yadda saxlayırıq. 4 dəfə, 25, 2, 5 yazırıq, 2-ni yadda saxlayırıq. 4 dəfə 8, 32, 2 də əlavə edirik, 34. Deməli, bu misalın da hasil 34.528-ə bərabərdir. Deməli, hansı hasil 5 rəqəmli oldu? C variantdakı hasil 5 rəqəmli oldu. Hansı ədəd bütün ədədlərin bölənidir? Uşaqlar, 1 bütün ədədlərə bölünür. Ona görə cavab A vardır. 0 deyərsiniz birdən. Uşaqlar, bunu bilin ki, heç bir ədədi 0-a bölmək olmaz. Yəni, 0 heç bir ədədin böləni ola bilməz. Məsələn, 2 böl 0 yaza bilmərik. Yəni, 0 bölən ola bilməz. Yanlışdır bu. Hansı ədəd, baxın, deyir, hansı ədəd bütün ədədlərin bölənidir? 1, məsəl üçün, 80 də 1-ə bölünür, 17 də 1-ə bölünür, 1000 də 1-ə bölünür, 362 də 1-ə bölünür. Yəni, bütün ədədlərin bölənidir. Hansı ədəd 4618 ədədi ilə 7 ədədinin hasilinə bərabərdir? Düz yazım deyirəm. 8 dəfə 7-nin 56, 6 yazırıq, 5-i əlavə edirik. Hara? Onluqların üzərinə. 7 dəfə 1, 7, üstünə də 5 gəlir, edir 12. 2 yazırıq, 1-i əlavə edirik. Yüzlüklərin üzərinə. 7 dəfə 6-ın 42, 1 də əlavə edirik, 43. 3 yazırıq, 4-ə əlavə edirik minliyin üzərinə.
7 dəfə 4 28. 28-in də üzərinə 4 əlavə edirik, eləyir 32. Bir dəqiqə mən yanlış nə harda yazdım? Bir dəqiqə. 8 dəfə 7-nin 56. 6 yazırıq, 5 əlavə edirik onluqlar. 4600 ay Allah 683 deyə. 4683-ü 7-yə vururuq. 3 dəfə 7 21. 1 yazırıq, 2-ni əlavə edirik onluqların üzərinə. 7 dəfə 8 56, 2-ni də əlavə edirik, olur 58. 8 yazırıq, 5 əlavə edirik yüzlüklərin üzərinə. 7-ni 6-ya vururuq, edir 42, 2-ni də üstünə 5 əlavə edirik, edir 45. 5 yazırıq. Mən niyə belə elədim axı? Deməli, burada yanlış elədim. Bir anlıq fikir dalğınlığı adamı çaşdırır. 8-i 7-yə vurduq, 56, 2 də əlavə etdik, 58. 8-i yazırıq, 5-ə əlavə edirik yüzlüklərin üzərinə. 7-ni 6-ya vururuq, eləyir 42, üstünə də 5 əlavə edirik, eləyir 47. 7 yazırıq, 4 əlavə edirik meninin üzərinə. 7-ni 4-ə vuranda 28, 28-in də üstünə 4 gəlirik, edir 32. 32.781 cavab D variantıdır. Təsvirə əsasən eni tapın. Deməli, 308-i vuracağıq. Neçədən 308 var? 3 dənə. Yəni, bu en 308-lərin sayını göstərir. Ümumi sayını göstərir daha doğrusu. Yəni, 308 üstə gəl 308, üstə gəl 308. Yəni, toplayanda biz en tapacağıq. Həm toplaya bilərik, həm də vura bilərik. 3 dəfə 8, 24. 4 yazırıq. 2 yadda, yəni 2-ni əlavə edirik onluqlara. 3-ü 0-a vururuq. 0, 2 də gəlir. Üzərinə eləyirik 2. 3 dəfə 3, 924. Hansı ədəd sadə deyil? Sadə ədəd olmamaq o deməkdir ki, yəni birdən və özündən başqa böləni olsun. 13 ancaq 13-ə bölünür, bir də 1-ə bölünür. Yəni 13-ün böləni ancaq 1 və 13-dür. 19 ancaq özünə və 1-ə bölünür. 23 ancaq özünə və 1-ə bölünür. 10 isə həm 2-yə bölünür, həm 5-ə bölünür, həm 1-ə bölünür, həm özünə bölünür. Yəni ona görə də 10 sadə ədəd deyil. Bölən 4. Baxın, mən bilmirəm də burada bölünən nədir? Deyək ki, bölən 4-dür. Qismət 382-dir. Qalığı isə 2-dir. Olarsa, bölünən tapırıq. Bölünən necə tapırıq? Bölünən nəyə bərabər? Bölünən bərabərdir, yəni x bərabərdir. Qismətlə, burada natamam qismətlə, natamam qismətlə bölənin hasili, yəni 382 ilə 4-ün hasili üstünə gəlirik 2-ni. Uşaqlar, bilirsiniz niyə bura natamam qismət deyilir? Yəni, o deməkdir ki, qalıq olanda natamam olur, yəni tamamlanmayan olur. İndi 384-ü vururuq, 382-ni vururuq 4-ə, üstünə 2 əlavə edirik. Baxın, görüm, harada yazmışam. 382-ni 4-ə vuranda tapmışam ki, 528 edir. Deməli, 528, baxın, vurdum bunu, elədi 1528, burada 1528 demişik, 528 deyəlim çaşıb. 1528-in də üzərinə qalığı əlavə edir, yəni 2-ni. Eləyir 1530. Cavab A variantı. Deməli, bölünən 1530-dur. Yığılmış 448 ton məhsulun 4də 3 hissəsi emal edildi. Neçə ton məhsul qaldı? Bunun üçün nə edirik? Deməli, əgər burada hissə verilibsə, nə edəcəyik? Əvvəlcə 848-ə böləcəyik məxrəcə, sonra isə vuracaq surətə. 4-ə böləndə, 8-i 4-ə böləndə 1, 4-ə böləndə 2, 8-i 4-ə böləndə, üzr istəyirəm, yanlış yazdım. 8-i, baxın bu 8-i 4-ə böləndə, gəlin elə belə eləyim, rahat olsun.
8-in içində 4 2 dənədir. 4-ün içində 4 1 dənədir. 8-in içində də 4 2 dənədir. 212, 212-ni də vuracaq surətə. Yəni 3-ə eləyəcək 636. Deyək ki, bu qədər məhsul yığılıb, bu qədəri emal edildi. Nə qədəri emal edilib? Yəni 4də 3 hissəsi. Yəni 636 tonu emal edilib. Deyir, neçə ton məhsul qaldı? Və biz ümumi yığılan 848 ton məhsuldan da emal edilən 636 ton məhsulu çıxırıq. Görək nə qədər məhsul qalıb. 8-dən 6 2, 4-dən 3 1, 8-dən də 6 2. 212. Burada isə hesablayacağıq. Əvvəlcə vurma əməlini yerinə yetiririk. Daha sonra isə çıxmanı, yəni 4385-i 2-yə vuracağıq. Görüm, harada yazmışam onu. 4385-i 2-yə vuranda edir 8770. 2 dəfə 5, 10, 0 yazırıq, 1-ə əlavə edirik onluqların üzərinə. 2-ni 8-ə vuranda 16, 1 üstünə gəlirik, edir 17. 7 yazırıq, 1-i əlavə edirik yüzlüklərin üzərinə. Burada onluqların üzərinə əlavə eləmişdik. 2-ni 3-ə vururuq 6, yəni 2 dəfə 3, 6 və yadımızda saxladığımız 1-i də əlavə edirik, olur 7. 2-ni 4-ə vururuq 8. Daha sonra isə aldığımız cavabdan çıxırıq. 1086-nı edir 7684. Cavab 30-da A variantıdır. 1684. Burada isə A və B cəmini tapmalıyıq. Əvvəlcə baxaq görək, biz 8-i nəyə vuranda sonu 8-də bitir. Mənim ağlıma hələ ki 8 gəlir. Gəlin bu 8-i vuraq görək alınacaqmı? Həm də 6-nı da vurmaq olur da, bilirsiniz. 8-i 8-ə vuranda, gəlin elə ən balacadan başlayaq. 6 yazaq A-nın yerinə. 8-i 6-ya vuranda eləyir 48. 8 yazırıq, 4-ü əlavə edirik onluqların üzərinə. 8-i 8-ə vuranda edir 64. 4 də əlavə edirik, eləyir 68. 8 yazırıq, 6-nı əlavə edirik yüzlüklərin üzərinə. 8-i 3-ə vuranda edir 18. Üzr istəyirəm, 8-i 3-ə vuranda edir 24. 24-ün də üstünə 6 gəldi, edir 30. Elə bəli. Bura A 6 olacaq, B isə 3 olacaq. Və 6 ilə də 3-ün cəmi edir 9. Cavab D variantı. Vurmanın paylama xassəsinə əsasən hasili necə tapmaq olar? Paylama xassəsi o deməkdir. Yəni 400-ü bir dəfə 4-ə vuracağıq, 25-i bir dəfə 4-ə vuracağıq. Cavab B variantı.